Da oynayır Avstraliya Türkiyəyə qarşı. Düzdür? Artıq neçə ay əvvəldən məlum idi. Aylar əvvəl. Aylar əvvəldən, düzdür? Avstraliyanın Türkiyəyə qarşı da, Asiyada oyunlarda onlar. İraqa qarşı da, İrana qarşı da, Yaponiyaya qarşı da oynadığı bir sistem var. Gəlin futbolun biraz dərinliklərinə enək. Avstraliya bəzən 9 nəfərlə, bəzən 11 nəfərlə meydanın birinci zonasında rəqibi qarşılayır, boşluq verməmək şərti ilə və imkan düşdükcə kontrataka futbolu oynayır. Yəni qabaqda 2 dənə futbolçusu var, indi adları yadından çıxıb, qaradərli, sürətli, texnikalı futbolçulardılar, amma dünya ulduzu olmayacaqlar da, orta futbolçulardılar. İndi mən sənə sual verirəm. Avstraliya Türkiyəyə qarşı başqa oyun oynaya bilər? Yox, əslində elə sənin dediyinə gəlmək istəyirdim. Avstraliyada, həm də Paragvayda bilərəkdən əslində onların arzuladığı futbolu Türkiyə oynadı. Yəni nə oynayacaq bəllidir də, düzdür? Və sənin nə gözlədiyin də bəllidir. Türkiyə orada nəyisə dəyişməlidir. İndi bax ora gəlirəm. Sən məşqçi olaraq bilirsən ki, sənin rəqiblərin nə oynayır və maksimum nə edə biləcəklər. Düzdür? İndi mümkün deyil ki, Türkiyə analiz eləməsin. Təbii ki. Mümkün deyil ki, Türkiyə buna qarşı bir formul icad eləməsin. Düzdür? Amma görünən oldu ki, nə analiz ediblər, nə də ki, bir hansısa bir fikir ortaya atıblar. 80 dəqiqə, 80 dəqiqə Kerem Aktürkoğlu'nun hücumçu mövqeyində oynaması Avstraliyanın oyunda. İnandırım sən, mən özüm oyuna baxa-baxa artıq əsəbimdən bilmirdim neyini. Hamımız bilirik ki, Kerem Aktürkoğlu balaca boy, daha cəhər hücumçudur. Elə hücumçularda daim müdafiənin arxasına verilən toplara çıxır, düzdür. Arkada sayəşlə müdafiə olunan müdafiəçilərə sən Aktürkoğlu'nu niyə oyunda bırakırsan, mənə çatmadı? Mən indi bir saatda onu deyirəm də, burada o Kerem Aktürkoğlu'nun oynamaq... Problem nə idi, Ahmet? Həm çox rahat idilər, arxayın da Türkiyə millisi, sanki məsələ həll olub, amma biz bilirik ki, müasir futbolda hər şey meydanda həll olur. Məsələn, dünən Belçika-İran oyunu vardı, Belçika bütün oyunun ərazi üstünlüyü vardı, amma İran döyüşdü, mübarizə apardı, o bir xalı qopardı, hətta qələbə qazana bilərdi. Türkiyə çox monoton çıxış elədi. Paragvayla oyunda təsəvvür 50 dəqiqə komanda bir nəfər artıq oynayır. Meydanda dəyişən nəsə yoxdur. Birinci dəqiqədə komanda necə futbol oynayır, o futbol oynayır. Yəni bu alınmır da. Yəni bir B variantın olmalıdır, bir C variantın olmalıdır. Mən onu deyirəm də. Bəli. Heç nə etmədi. Montenegro heç bir müdaxiləsini bir görmədi. Türkiyə millisinin hər zaman ən çox özəlliyi nə olur? O döyüşmək, mübarizə istək. Təəssüf ki, bu dəfə o ruhu da görə bilmədik Türkiyə millisində. Və kifayət qədər də yaxşı heyət var idi. Yəni bu heyət bu şəkildə mübarizəni dayandırmalı deyildi. Yəni təsəvvür elə ki, ilk 2 mübarizəni dayandıran komanda. Biri Haiti, biri Türkiyə. Həqiqətən heç yaraşmadı. Yəni o ulduzların Ardası olsun, Kənanı olsun, bu futbolçunun adına yaraşmadı. Yəni İspaniya millisinə, nə bilim, İngiltərə millisinə məğlub olub mübarizəni dayandırsan, anlaşılan olar da bu. Amma qrup mərhələsi və deyim ki, rəqiblər də kifayət qədər münasib rəqiblər idi. Olsun Paragvay. Bəlkə də ən uyğun bəlkə də elə bu qrupda Türkiyə millisinə rəqiblər düşmüşdü, amma təəssüf ki, bacarmadı. Biz özümüz də çox arzulayırdıq. Həm Türkiyə, həm Özbəkistan millilərini daha uzun müddətə izləmək istəyirdik. Məsələn, Özbəkistan millisi deyərdim daha layiqli çıxış elədi. Hətta rəqibləri daha güclü bir rəqib idi. Amma Türkiyə yox. Hətta Özbəkistan bir qədər şansı gətirsəydi, ilk oyunda artıq xal da qazana bilərdi. İlk qolunu vurdu. İlk dəfə dünya çempionatında çıxış Dünya çempionatında çıxış eləyən baxdığımız oyunlarda bütün komandaların bir oyun üslubu olduğunu gördük. Yəni ki, bir oyun üslubu var. Hətta Almaniya millisinə qarşı bir oyun 7-1 olsa da bir oyun üslubu var idi da bu insanların. Amma Türkiyənin hansısa bir oyun üslubunun olduğunu biz 2 oyunda da görmədik. Sözünə qüvvət, həqiqətən Paragvayla oyunun ikinci hissəsində, yəni mənim əsəblərim tarıma çəkildi. Bir xal götürdü. Yəni Türkiyənin Paragvayla ikinci yarıda mənim artıq əsəblərim tarıma çəkildi. İnan ki, oyuna baxmağa hövsələm çatmadı. Yəni nələrsə dəyişmək lazımdır. Meydanda görsən ki, artıq 2 hissə Avstraliya, 1 hissə Paragvay, 3 hissə komanda eyni futbol oynayır. Topu gəzdirir, artıq müasir futbolda oynamır. Yəni oyunda Marinho'nun bir sözü var idi. İstəyirsən topu apar evə. Problem deyil. Amma nəticə nə olacaqsa
Həqiqətən çox üzücü oldu. Mənim də gözləntilərim çox idi, ümidlərim çox idi bu milli komandaya. Ümumiyyətlə Montella ilə bu yola çıxmağı mənə görə səhv addım idi. Elə Türkiyə öz yerli məşqçilərindən biri ilə o Sakarya Murad deyib daha çox meydanda mübarizə aparsaydı, nəticə bundan daha effektiv ola bilərdi.